Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Dəmir Yolları GSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli Təminat Məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin qatarlarının idarə edilməsi xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Sotunov həbs ediliblər. Xəbər verilir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində aparılan istinaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, güya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb. Hökmə əsasən Eldəniz Sadıqov 6 il, Famil Sotunov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisini məhkəmə zalında həbs olunub. Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi 31.837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.